Deyəndə ki, Peyğəmbərimiz buyurdu, Məhəmməd sallallahu aleyhi və səlləm buyurdu, deyirsən ki, sallallahu aleyhi və səlləm. Yoxsa paxıllardan sayılırsan. Rivayəti kim edən? Hüseyin ibn Əli. Yəni, Allahın bəndəyə salavat etməsinin şərəfi, günahların silinməsi və dərəcələrin yüksəlməsidir. Sən salavat gətirəndə Allah da sənə nə edir? Salavat gətirir, yəni Allah da səni öz dərgahında, mələklərin yanında xatırlayır. Kim mənə bir dəfə salavat gətirərsə, Allah ona 10 dəfə salavat gətirər, onun 10 günahı silinər və onun üçün 10 dərəcə yüksələr. Həqiqi səadətə çatan insan Peyğəmbərə salavat gətirməyi daim edən insandır. Çünki salavat əməl tərəsində savabları artıran bir xəzinədir. Qiyamət günü insanın üzərinə ağır yükü kimi düşən günahları silən bir bağışlanmadır. Müminin dərəcələrini yüksəldən və onu salihlərlə birlikdə cənnət nemətlərinə qovuşduran bir səbəbdir. Peyğəmbərimizə salavat gətirmək Allahın rəhmətini və bərəkətini cəlb edən, həm dünyada, həm də axirətdə insana xeyir gətirən fəzilətli bir əməldir.